yar olsun. Yar oluyorlar bana, söyleniyorlar bana. Qardaş ölkənin başına gələn bu təbii fəlakəti sosial mediada gördüm mən. Yardım aksiyası başlayıbdı Azərbaycanda. Mən də əlimdən gələn yardımı etmək istədim. Əmmim oğlu ilə dayım oğlu biz də oturmuşduq, qərara verdik. Qərarlaşdırdıq bir yardıma qoşulmaq üçün, bu aksiyaya qoşulduq. Getdik Bakıda əl oyunlar idman zalına apararda yolda fotomu çəkmişdilər. Bundan sonra belə yayımlanmışdı foto. 1992-ci ildə Laçın rayonu Minkən kəndində yaşayırdıq. Orada məcburi köçkün olduq. Gəldik, Mişli rayonunun Cəfərli kəndində çadırda qalırdıq. Hətta çadırdan əvvəl biz bir ağacın altına sığınmışdıq. Mənim yaşım az idi. 3-4 yaşım olan vaxt. O anları çox xatırlayırıq da, yəni evsizlik nədir bilirik. Çadırda qalan vaxtı bizə də yardım etmişdilər. Biz də istədik ki, bu yardımı biz də edək. Yəni imkanımız var idi. O 92-ci ildə yardım edilmişdi bizə. O yardımı biz görmüşdük, biz bilirdik o acını. O yüzden qardaş ölkənin yanında olmaq istədik. İstədim əlimdən gələn yardımı mən də edim. Gəldik, burada da deprem bölgələrində olduq. Yardım paylamaq üçün. Çadırda qalanlara ərzaq gətiririk, paylayırıq. Geyimi olmayanlara geyim veririk. Hər kəs, binalar uçmuş, dağılmış. Hamı sokaqda, çadırda qalır. Burada vəziyyət çox kötüdür. Başımız sağ olsun. Həyatını itirənlərə Allahdan rəhmət diləyirəm. Yaralarımıza da Allah şəfa versin. Başımız sağ olsun. Baxır o da yollara, axı niyə öz eşqimi düzdələr.